Axır ki tilsimi qırdıq və çoxdandır getmək istədiyimiz botanika bağına getdik. Məkana çatar-çatmaz uzaqdan tıxacı görüb qanım qaraldı. Havanın yaxşı olması hamının ağlına eyni fikri gətiribmiş. Nəysə ki, maşını kənarda bir yerdə saxlayıb getdik bilet almağa. Açığı bu qədər izdiham gözləmirdim. Biletin biri 2 manatdır. 6 yaşa qədər uşaqlara pulsuzdur. Tələbələrə və fiziki məhdudiyyətli şəxslərə güzəştli qiymət tarifi tətbiq olunur. İçəri keçdik və burada ziyarətçiləri ilk məlumat lövhəsi qarşılayır. Botanika bağının 45 hektara yaxın sahəsi var. Bəri başdan deyim ki, bağın hər yerini gəzə bilmədik. Bir də ən vacib strateji məkanlardan biri olan tualetin yerini deyim, içəri girəndə sol tərəfə dönün. Botanika bağı haqqında uzun-uzadı danışmağa ehtiyacı olmayan bir məkandır. Hər şey o qədər gözəldir ki, deyərdim paytaxtın istirahət üçün ən yaxşı 3 məkanından biridir. Amma tünlük sevən deyilsinizsə, bura həftə içi gəlin. Həftə sonları bax belə insan əlindən tərpənmək olmur. Bu arada özümüzlə bəzi yeyəcəklər götürmüşdük. Meyvə, günə baxan tumu, evdə hazırladığımız popkorn və s. İçəri qida keçirmək qadağası yoxdur. Bağ ərazisində cəmi bir kafeteriya var. Orada da hələ ki sadəcə müxtəlif içkilər satılır. Həftə sonu burada oturmağa yer tapmaq da müşkül məsələdir. Biz açıq havada oturub 2 balaca stəkan kapuçinoya 12 manat ödədik. Qiymət biraz bahadır, amma gözəl mənzərə və təmiz havada kapuçino qurtumlamaq çox xoş təsir etdi. Bağın ən gözəl hissəsi şübhəsiz ki, bax bu körpüdür. Buradan Bakının füsunkar mənzərəsi açılır. Burada foto çəkdirməmək günah olar. Bir də bura gələndə özünüzlə çox şey götürməyin. Sonra mənim kimi əlinizdə yük olacaq. Mümkün qədər boş və əşyasız gəlin ki, rahat gəzə biləsiniz. Ərazidə müşahidə kamerası 7/24 çəkir. Hər şey nəzarətdədir. Zibil qutularına nəsə atanda fikir verin. Hər tullantını öz hissəsinə atmağı unutmayın. Beləcə botanika bağını tam gəzmədən çıxmalı olduq. Olduqca gözəl yerdir. Adamın gözü dincəlir. Bakının tozlu və səs-küylü küçələrindən baş ayırıb rayona gedə bilməyənlər rahatlıqla rayondakı təbiət mənzərəsini burada tapa bilər.